hörmətli tədbir iştirakçıları, şəhidlərimizin ailə üzvləri, salamlayıram. Şəhid analarımızın qarşısında baş əyilənlər, şəhidlərimizin ruhu şad olsun. Tədbirdə iştirak edən bütün analarımızı salamlayıram. Aydın müəllimimiz çox sağ olsun ki, millət vəkilimiz bugünkü tədbirimizdə iştirak edir. Və ən önəmlisi də bu tədbirin təşkilatçısı şəhidimizin anası Reyhan xanımı öz minnətdarlığını bildirəmizi dəvət edildiyinə görə və bu tədbiri təşkil edildiyinə görə. Bizlər üçün böyük qürurlu, böyük şərəfdir tədbirdə iştirak etmək. Az öncə biz Aydın müəllim barədə danışırıq ki, hər bir Azərbaycanlının ruhu vəzifəsindən asılı olmayaraq daim və asılı olmalaraq hər bir yerdə şəhidlərimizin ruhunu şənləməlidir, şəhidlərimizi almalıdır. Çünki bugün biz onların sayəsində Müzəffər Ali Başqanlığımızın birbaşa rəhbərliyi altında Azərbaycan ordusu, Azərbaycan bayrağı altında bütün 30 il əsrətində olduğumuz torpaqlarımızı işğallamazı dəyərli. Bu böyük bir zəfərdir, tarixdə görsənməyən böyük bir qələbədir. Uzun illər xalqımız bunun əsrətində olur. Bu önlərimizin böyük bir, birlik bir sözü var, kəlamı var ki, bizim bu babalarımız azadlığımız əsrətində olurlar. Azadlığı müstəqilliyi qazanmaq vacibdirsə, onu qoruyub saxlamaq daha çətindir və vacibdir. Çox şükür olsun ki, bugün bütün Azərbaycanımızda, bütün müstəqil, sürən Azərbaycanımızda, bugün Azərbaycanın müqəddəs bayrağı, hansı ki, uğrunda bizim şəhidlərimiz öz canını qurban verir, qazilərimiz öz canını qurban verir, müqəddəs bayrağımız dağlanır. Bu yaxınlarda hər ay, hər həftə görürük ki, Qarabağ torpağımızda, Zəngəzurumuzda böyük layihələr həyata keçirilir, böyük tədbirlər həyata keçirilir. Az öncə oradan gedir, xaricdən qonaqlar gəlir və ən əsası da budur ki, ildırım sürəti ilə torpaqlarımız öz doğma sahiblərinə olur. Və bunun da az öncə qeyd olduğu kimi mimarimizin bu dəmizdə xalqımızda xilaskardır ki, ən çətin məqamda xalqımızın yanında olur. Dəfələrlə xalqımızı böhrən vəziyyətdən çıxartdı və bunu böyük bir məharətlə, böyük uzaq öyrənliyi ilə Müzəffər Ali Başkomandanımız öz ordusu ilə birlikdə yerinə getirir. Bugün torpaqlarımız inkişaf edir, öz doğma sahiblərinə qovuşur. Artıq 50 mindən yuxarı məcburi köçkün öz doğma torpaqlarına verdir və biz buna inanırıq ki, Azərbaycan yardım harada görmək istəyirsə, bundan sonra bayrağımız həmən yerdə də olacaq. Və bunun da memarımızın bu önlərimiz Allah rəhmət eləsin, Müzəffər Ali Başkomandanımız, onun ordusu, qazilərimiz və şəhidlərimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çək çəkəbilirsin. Şəkil çəkmək istəyir. Yox, mən Ruhuşlarımız. Mən Bələqorda tədbir başlamışdım, bax, nə qafil, mənim əziz dostum, mənim sənətim